evlənənə qədər, nişanlı ərəfəsində hədiyyə almaq, romantika, bunlar hamısı məntiqlidir. Evləndən sonra məntiqli deyil. Niyə? Su girdi qava oldu içməli. Məntiqli deyil də, deyir, onsuz da evlənmişəm, imza atıb, vəsə. Müdrik qadın elə eləyir ki, kişi hər şey eləyir. Bizdə deməli müdrik qadınların sayı azdır. Boşanmada 99% günah kişidədir. İnsanın doğum tarixini anlayanda həmin insan səni necə sevir başa düşürsən. 10-20-30 tarixlərində nikah atılmasın. Enerji təsir eləyir, sıfırlanma verir. Qadında pul qalanda qadın pulu dağıdır. Bizə gözlər verilib ki, biz qırağı görək, özümüzü yox. Qabağımızdakı insanı günahlandırırıq. Bu daha asandır əslində. Hə, bu məsuliyyətdən qaçmağın ən gözəl yoludur. Qadınlar deyir ki, ərim cömərd olsun. Amma mənə eləsin ancaq. Cömərd kişi hamıya cömərd. Nə qədər də olsa qadın boyundu, kişi başdır. Qadın döndərəcək hər şeyi. Qadın elə eləyə bilər ki, kişi onun istədiyi hər şey versin.